Çətin şəraitdə böyümüşük. Ailəmizin imkanları az olub. Sadəcə mənim yol pulumu verirdilər. Səhər gəlib, axşam getməyə pulumu. Biz hardasa özümüzdə bir inanırdıq ki, bəlkə hardasa bir bukletimizi qoysaq, oradan bir müştəri götürüb bizə zəng edər. Həmin zamanlar mənə arzum var idi ki, ilahi deyirəm ki, görəsən mənim nə zamansa belə bir şirkətə, belə bir komandaya sahib ola bilərəm. Mənim adım Gülmərli, Smart Control şirkətinin rəhbəriyəm. Bizim fəaliyyətimiz Azərbaycan bazarında ağıllı evlərin, binaların avtomatlaşdırılmasından ibarətdir. Biz mənzilləri ağıllı edərək, binaları ağıllı edərək Azərbaycanda əmlak sektoruna, evlərə yeni bir nəfəs gətirmişik. Yəni bu günlər mən çətin işlərdən biri də deyərdim ki, texnologiya şirkətini idarə etmək, qurmaqdır. Çünki texnologiya şirkətini idarə etmək üçün onun arxasında çox yaxşı güclü bir komandamız olmalıdır, güclü bir kollektivimiz olmalıdır, özümüzün bundan bağlı çox yaxşı təcrübələri olmalıdır. Təbii ki, biz bugünkü yerə bu gün ərzində gəlib çıxmamışıq. Mən bu yola 2014-cü ildən bəri başlamışam. İlk başladığımız vaxtlarda demək olar ki, şirkətdir, fəaliyyətidir, smart texnologiyalardır, ağıllı ev sistemlərdir. Ümumiyyətlə, insanların digital transformasiyaya marağı o qədər də böyük deyildi. Həmin zamanlarda insanlar artıq yeni mobil telefonlardan istifadə edirdilər, yeni belə deyək ki, innovativ texnologiyalardan tanış olurdular. Amma zaman nisbətində bunlar artıq dəyişməyə başladı. Ümumiyyətlə, demək istəyirəm ki, bugün Azərbaycanda sahibkar olmaq sadəcə bir dəlilikdir. Yəni, əgər sahibkar olmaq istəyirsiniz, yola çıxmaq istəyirsinizsə, siz çox dəli qərarlar vermək məcburiyyətindəsiniz. Çünki bilirsiniz, ümumiyyətlə, sahibkarlıq çox çətin məsələdir. Çünki dünyada cəmi 1,2% sahibkar var. Yəni, bu adamlar cəsarət edə bilən, yol ala bilən, yola çıxa bilən adamlar. İnsanın səhər-səhər hər gün özündən qarşılaşdığı bir yer var, güzgü. Biz dedik ki, güzgüləri daha da gözəlləşdirək ki, qoysa gözəl komplimentlər deyir, sözlər deyir, necə geyinmək lazımdır, necə keçinmək lazımdır, hara getmək lazımdır, qonaqlarımız, dostlarımız, bütün hər şeyi güzgü sizə xatırladır. Bizim işimiz Azərbaycanda ağıllı evlərdir, ağıllı evlərin qurulmasına həyata keçirməkdir. Çox çətin sahədir, çox çətinliklə və uzun zaman ərəfəsində biz bu sahəni Azərbaycanda genişləndirə bilmişik, təşviq edə bilmişik və insanların belə deyək də həyat tərzinə çevirə bilmişik. Biz insanlardan fikirlərini heç vaxt soruşmadıq, çünki biz öz seçdiyimiz yolu doğru yol bilmişik və bunun əsasında hərəkət eləmişik. Hər zaman mənim yadıma Henry Fordun bir dənə qəşəng bir sözü düşür. Deyir ki, mən insanlardan əgər fikirlərini soruşası olsaydım, onlar mənə deyərdilər ki, gəlin biz atları daha sürətli edək, nəinki avtomobil yaradaq. Yəni, bax, bu günlərin bizim işimiz də belədir. Biz zaman çərçivəsində insanlardan fikirlərini soruşanda, onlara deyəndə ki, biz ağıllı texnologiyaları tətbiq edəcəyik, evlərinizi ağıllı olacaq, uzaqdan idarə edəcəksiniz, mobil tətbiq üzərinə idarə edəcəksiniz, evinizdə qazdır, yanğındır, su kimi hadisələr baş verəndə birbaşa ağıllı eviniz ora müdaxilə edəcək. Təbii ki, insanlar buna qeyri-adi baxırdı. Amma zaman çərçivəsində artıq digital transformasiya baş verdi və insanlar bunu qəbullanmağa başladı. Mən çox şadam ki, bu günlərim 2014-cü ildən bugünə kimi artıq uzun bir zaman keçib. Həmən zaman çərçivəsində biz çoxlu təcrübələrlə qarşılaşmışıq və çox yaxşı da nəticələr əldə eləmişik və şirkət olaraq da nəticələrimizi genişləndirməyə və qlobal bazarda yol almağa doğru bir istiqamət almışıq. Ümumiyyətlə, biznes belə bir şeydir ki, biznesdə sahibkar çox riskli bir adamdır. Yəni, o, bu günlərin cibində. Məsəl üçün deyirəm ki, 10.000 manatdan yaşayır, bəlkə bir ay, bir həftə 0 manatdan yaşamağa öyrəşən adamdır. Yəni, sahibkarlıq dedirkən, sahibkarlıq elə biznesin işləməsindən ibarət deyil. Onun arxasında çoxlu görünməyən tərəfləri var. Bunun əməkdaşların yerləşdirilməsi var, məhsulların tədarik olunması var, injinerlərin yetişdirilməsi var. Yəni, bunun arxasında bəlkə minlərlə iş dayanır. Və sahibkar olan adam elə bir adamdır ki, yəni hər kəsin ondan bir gözləntisi var. Yəni təsəvvür edin ki, siz tək qüvvəsiz, ətrafdakı hər kəs sizdən yapışıb, tutub. Hər kəs sizdən bir şey almaq istəyir. Və sizin isə vizyonunuz var, hədəfiniz var. Siz hədəfinizə doğru yol almışsınız, istəyirsiniz ki, inkişaf edəsiniz, böyüyəsiniz. Amma ətrafda olan hər kəs istəyir ki, sizdən bir şeylər qopartsın, belə deyim mən. Və sahibkar olduğun zaman sən ətrafdan demək olar ki, hər kəsdən münasibətlərində çətinləşmək məcburiyyətindəsən. Çünki bu dünyada, bilirsiniz, işləyən adam çoxdur, işlədən adam azdır. Çünki ona görədir ki, bu. Yəni, sən bir işi birindən tələb elədiyin zaman hər kəsdən
üzgöz olmaq məcburiyyətindəsən. Çünki əgər şirkət yaratmısansa, marka yaratmısansa, bazarda bir dəyər yaratmısansa, sən bunu daha da yaxşı inkişaf elətdirməlisən, böyütməlisən, daha böyük miqyasa fokuslanmalısan. Bu da böyük qurbanlar tələb edir. Bəzən bu bizim canımızdan, bəzən də zamanımızdan alır. Amma eybi yoxdur, artıq biz bilirik ki, yolumuzu seçmişik, bu yolda da davam edirik. Yəni sahibkarlıq momentum qüvvəsindən hərəkət etmək kimi bir şeydir. Yəni əslinə baxanda bunların hamısı bəzən nisbi gəlir. Çünki bu təbliğat, təşviqat olmasa, bu biznes modelləri heç vaxt inkişaf edə bilməz. Yəni bütün biznes modellərin başında, bütün sahibkarlıq fəaliyyətinin başında onların liderləri dayanır. Əgər bir sahibkarlıq subyektinin başında uğurlu bir lideri varsa, vizyona sahib bir adam varsa, o sahibkarlıq, o biznes modeli mütləq şəkildə inkişaf edəcək və inkişafa doğru da yol alır. Sadəcə tək lazım olan şey gördüyün işə inanmaqdır. Ətrafdan kimlərsə nəsə deyə bilər, ətrafda çoxlu proses baş verə bilər. Amma sən vizyonun olduğu zaman, sənin bir missiyan olduğu zaman, sən ətrafda baş verən bütün proseslərin hamısını kənarda qoyacaqsan və sadəcə öz bildiyin doğru yolda hərəkət edəcəksən ki, istədiyin hədəfə, istədiyin nəticəyə əldə edəsən. Mən tam səmimi deyirəm, həyatda hər şey arzulamaqdan keçir. İnsan gərək arzulasın. Bu günlərin biz, belə deyək də, evdən 10.000 kilometr bəlkə uzağa uçuruq. Buradan başqa ölkələrə səyahət edirik, gedirik, orada texnologiyalardan tanış oluruq. Yəni, bunu bizə heç kim məcbur eləməyib. Başa düşürsünüz? Heç kim bunu bizə məcbur eləməyib. Biz sadəcə yol almaq istəmişik və hədəfimizi, məqsədimizi bəlli eləmişik ki, biz hansı istiqamətə getməliyik. Uğurlu olmaq təyyarədə uçmaq kimi bir şeydir. Siz təyyarədə uçuş edirsiniz, o zaman turbulyansa düşürsünüz. Turbulyansa düşəndə nə yaranır? Canınızda qorxu yaranır, bütün proseslər ağlınızdan gəlir. Deyirsən ki, bir dənə bu təyyarədən ensəydim şurada, bundan sonra da artıq təyyarəyə minməyəcəm. Bunlar qorxulardır. Bax, sahibkarlıq fəaliyyətində də belə qorxular əmələ gəlir yəni. Amma zaman keçir, artıq öyrəşməyə başlayırsınız, artıq qorxularınızın üzərinə gəlməyə başlayırsınız və bununla da artıq siz uzun müddətli hədəflərə və uzun müddətli vizyona doğru yol ala bilirsiniz. Bax, sahibkarlıq budur. Birinci işimiz IT xidmətləri idi, IT outsource xidmətləri idi. Kabellərin çəkilişi yoxsa, kompüterlərin quraşdırılması, kameraların quraşdırılması, siqnalizasiya avadanlıqların quraşdırılması, bu kimi işləri həyata keçirirdik. Artıq müəyyən müddət sonra isə mən artıq qərar verdim ki, daha yaxşı nəticələr əldə etməliyəm, daha yaxşı bir işə sahib olmalıyam. Həmin zaman ərzində internet üzərində çoxlu axtarışlar edirdim. Ümumiyyətlə, gələcəyə doğru özümü hansı sahədə inkişaf etdirə bilərəm, ümumiyyətlə, gələcəkdə hansı texnologiyalar daha yaxşı inkişaf edə bilər. Həmin zaman mənim marağımı, ən çox diqqətimi çəkən ağıllı ev texnologiyaları idi. Mən ilk dəfə ağıllı ev texnologiyalarından tanış oldum. Sonra Xorvatiyaya getdim ilk dəfə tanış olmaq üçün. Orada tədrisdə iştirak elədim, mühəndislik prosesində iştirak elədim. Oradakı o mühəndisləri gördüm. Elə bil ki, o prosesləri gördükcə artıq mənə bir ilham verdi ki, wow, yəni dünyada belə bir şirkətlər var, evləri ağıllı deyirlər. Düzdür, həmin zamandan bu günə baxanda həmin zaman texnologiya çox belə deyim də, məhdud idi. Yəni, texnologiya çox məhdud idi və yetəri qədər də çətin idi proses. Və mən həmin şirkətlə tanış oldum. Sonra onların Azərbaycandakı nümayəndəliyini biz qurmağa başladıq. Bir neçə il ərzində demək olar ki, bizim çox az sayda müştərimiz oldu. Amma yenə də mən bu işə inanırdım. Əslində, həyatda hər şey elədir. Bizim inanmağımıza bağlıdır, yəni. Siz həyatda nə yaşamaq istəyirsinizsə, həyat sizə onu yaşadır. Yəni. Buna görə ən önəmli şeylərdən biri niyyətlərinizə və aldığınız yola diqqət eləməlisiniz ki, həyatdan nə istəyirsiniz? Birinci insan özünə bu sualı versin ki, mən həyatdan nə istəyirəm? Ümumiyyətlə, mən kiməm? Mənim yolum nədir? Yəni, bu sualı verməlidir. Yəni. Təbii ki, bu kimi sualları verdikdən sonra, cavabını aldıqdan sonra daha yaxşı inkişaf eləməyə başlayırsan. Və biz beləcə İlk dəfə olaraq ağıllı evimizi qurduq, nümunələrimizi gətirdik, test elədik. İlk dəfə olaraq texnologiyadan daha yaxşı tanış olmağa başladıq. Hətta həmin zamanlar mənə arzum var idi ki, ilahi deyirəm ki, görəsən, mənim nə zamansa belə bir şirkətə, belə bir komandaya sahib ola bilərəm. Təbii ki, bunlar hamısı istəməyə bağlı bir şeydir. Yəni, dediyim kimi, yəni, istəmək lazımdır, arzulamaq lazımdır. Və zaman nisbətində siz görəcəksiniz ki, siz arzuladığınız həyatı yaşayırsınız əslində.
2016-cı ildə binalara GFL-lər təklif edəndə demək olar ki, çoxu belə deyək də bu sahədə çalışan adamlar bizi ignor edirdi. Deyirdik ki, yox, lazım deyil, bunun tələbi deyil. Elə qapılar olur ki, biz 3 il, 4 il dayanmadan, yəni həmin qapıları döymüş. Yəni göstərmiş ki, bizim belə texnologiyamız var. Bu texnologiya sizin işlərinizi asanlaşdıracaq, rahatlaşdıracaq, binalarınızı belə bu cür idarə edəcək. İnsanlar biometrik texnologiyalardan istifadə edəcək, mobil tətbiqdən istifadə edəcək. Amma birinci 3 ili bizdə heç bir nəticə olmurdu. Demək olar ki, biz 3 il ərzində binalardan bağlı heç bir nəticə əldə edə bilmirdik. Çünki bu bazarı yaratmaq özü böyük bir güc tələb edir və davamlı olaraq sən pressing eləməlisən, insanlara göstərməlisən, inandırmalısan ki, bax bu günlərim artıq 50 il qabaqki olan standartlar, texnologiyalar dəyişib, bu günün artıq yeni tələbləri, standartlara formalaşıb. Biz bu standartlar və yeni tələblər əsasında fəaliyyət göstərməliyik. Bilirsiniz, bəzi şeylər var ki, onlar ənənəvi bizneslərdir, ənənəvi olaraq gəliblər. Yəni, bu şuuraltı bir prosesdir. Çünki tarixə də baxanda zaman-zaman biz görürük ki, bəzi prosesləri dəyişmək çox çətindir. Bu, zaman lazım bunu dəyişmək üçün. Amma həmin zamanlar ərəfəsində biz ruhdan düşmədik, yenə də yolumuza davam edirdik və inanırdıq ki, bir gün artıq insanlar başa düşəcək ki, ümumiyyətlə, digər sahədə də çalışan sahibkarlar texnologiyanın həyatın bir parçası görəcəklər və qəbul edəcəklər. Və zaman nisbətində belə oldu və belə olmadı, davam edir. Əvvəl nisbət daha az şəkildə gedirsə, bugün daha sürətli şəkildə gedir yəni. Və qəbul edirlər, insanlar texnologiyanı və inkişafı qəbul edirlər artıq. Yəni, bizim ağıllı məhsullar sizə imkan verir ki, istər evdə, istər dünya istənilən yerindən evinizi, otelinizi, binanızı tam rahat şəkildə idarə edəsiniz. Burada müxtəlif bizdə seriyalar mövcuddur. Bu, məsəl üçün, Supercar seriyasıdır. Məşhur dizaynerlərdən biri. Belə fantastik bir məhsulumuz var. Manoko seriyası üzərindən evdəki bütün cihazları idarə edə bilərsiniz. Swiss seriyası var. Ortası Swarovski'dən olan Swarovski seriyası var. Bu kimi məhsullar var ki, bu məhsullar evlərə xüsusi estetik bir dizayn gətirir, görünüş gətirir. Əvvəllər də bizim evimizdə işıqlandırma düymələri, termostatlar, bu kimi cihazlar mövcud idi. Amma zaman keçdikcə bunlar tamamilə dəyişdi. Artıq yeni tələbin, yeni dövrün standartlarına uyğunlaşır. Burada bizim belə futuristik və standartlardan kənar cihazlarımız var. Bu cihazlar vasitəsilə siz işıqları dim edə bilərsiniz, pərdələri aça bilərsiniz, qapını bağlaya bilərsiniz. Baxın, belə çox futuristik görsənir, belə təsəvvür edirsiniz, görün nə qədər gözəldir. Wow! Belə sadəcə bir toxunuşla. Hətta bizdə müştərilər buna anti-stres səsi olaraq deyir. Bizim cihazlarımız sizə hətta anti-stres kimi də kömək edə bilir. Bizim belə fərqli məhsullarımız var. İşıqların idarə olunması, qapıların idarə olunması. Sonra bizdə məhsul seriyalarından burada bizdə qapı kilidlərimiz var. İstənilən yerdən qapıları idarə edə bilirsiniz. Heç bir fiziki açar daşımağa ehtiyac yoxdur. Artıq Romalıların dövründən qalan açarların dövrü bitib. Sadəcə digital keylərdən istifadə edirik, biometrik texnologiyalardan istifadə edirik. Gəldiniz evə, üzvünüzü göstərdim və yaxud da fingerprint texnologiyasından istifadə edərək içəri daxil ola bilərsiniz, idarə edə bilərsiniz. Burada məşhur bizdə divarda istifadə olunan seriyalardan belə retro stobu sevənlər üçün retro seriya məhsullarımız mövcuddur. Belə fantastik görsənə bilən belə qeyri-adi məhsullarımız mövcuddur ki, bu məhsullar rahat şəkildə sizin evinizə idarə imkanları gətirir, sağlayır. Burada fantastik Zahadidin qapı kilidi seriyası var. Qapıların üzərində çox ecazkar bir dəbdəbəli bir görüntü yaradır. Bu qapı kilidlərindən istifadə edə bilərik. Burada bizdə digər belə belgiyum silver rəngində olan belə pultlarımız var ki, siz bunu yataq otağı, uşaq otağı, qonaq otağına, masaların üzərinə qoyaraq ailənizlə birlikdə rahat şəkildə dəyərli vaxtlarınızı keçirə bilərsiniz. Bu kimi bizdə cihazlar mövcuddur. Həmçində burada bizdə digər ağıllı binadan bağlı avadanlıqlar mövcuddur. Bunlar binaların idarə olunması, liftlərin idarə olunması, parkinqin idarə olunması, ağıllı binaların idarə olunması kimi imkanlar sağlayır. Texniki cəhətdən bizdə altyapı olaraq belə yerləşir, avtomatik olaraq bütün idarə olunmasından bağlı cihazların burada funksiyonluqlarını görə bilərik. Bax, bu günlərin bizim sizə təyin elədiyimiz, göstərdiyimiz ağıllı ev texnologiyaları sizin evinizi tam təhlükəsiz, rahat və idarə olunan edə bilir. Biz bu günlərim çox şadıq ki, Azərbaycan bazarında belə bir fəaliyyət istiqamətini genişləndirməyə bacarmışıq. Çünki ticarətdə, ümumiyyətlə biznesdə pizzanın böyük bir şey fikirləşmək lazımdır. Yəni, bəzi, belə deyək də, biznesdə çalışan adamlar, belə çoxunun biznesdən xəbəri yoxdur. Onlar deyir ki, balaca bir pizzam olsun, ancaq mən yiyeyim. Biz elə düşünmürük. Biz deyirik ki, pizzanı böyüdək. Pizza böyüyəndə avtomatik hər kəsin payı böyümüş olacaq.
Yəni bizim uzun müddətli Azərbaycan bazarında bu kimi texnologiyanı tətbiq eləməyimiz Azərbaycanda yeni şirkətlərin yaranmasına gətirib çıxartdı. Biz çox şadıq bundan, məmnunuq. Çünki bunların da, digər şirkətlərin də bu işin təbliğatı əslində bazar payının böyüməsinə gətirib çıxardır. Yəni. Biz bu günlər mühəndislər yetişdiririk. Vaxtilə bizim yanımızda çalışan elemanlar olub, hal-hazırda bu sahədə özünə fəaliyyət qurublar, şirkət qurublar. Biz çox məmnunuq. Biz istəyirik ki, bu sahədə təbliğat işləri genişlənsin, şirkətlər daha da inkişaf eləsin, bazarda azad rəqabət mühiti yaransın. Kim güclüdürsə artıq müştəri bir seçim imkanıdır. Yəni. Müştəri kimi bəyənirsə, kimi qəbul edirsə, müştəri ondan seçim eləsin. Yəni. Mən ilk təbii ki aylarda, ilk 3 ay, ilk 4 ay təcrübə kimi çalışdım. Şirkət daxilində hansı sistemlər qurulur, bu sistemlər hansı belə deyim ki, avadanlıqlara xidmət eləyir, hansı formalarda çalışır, bunlara belə deyim ki, mən bələd olmağa başladım və ondan sonra da yavaş-yavaş belə deyim ki, vəzifəm belə deyim ki, ona uyğun qalxmağa başladı. Yeni cihazlar biz araşdırmağa başladıq, yeni sistemlər qurmağa davam elədik, belə deyim ki, Aqil bəyin yolundan gedərək. Və yavaş-yavaş birinci təcrübəçidən mən keçdim texniki menecer hissəsinə, texniki menecerdən ağıl ev mühəndisi, ağıl ev mühəndisindən baş mühəndis sonra da gəldim artıq bugünkü günümüzdə CTO vəzifəsində işləyirəm. Mən Aytən Hüseynova, Smart Control şirkətinin struktur layihə mühəndisiyəm. Mənim işim əsasən ağıllı ev sistemlərinin layihələndirilməsindən ibarətdir. 2D layihələr üzərində bizim ağıllı ev sistemlərinə aid olan layihəni çizirəm. Mən Zərifə Həmidova, Smart Control şirkətində ağıllı ev layihə mühəndisi vəzifəsində çalışıram. Mənim işim ondan ibarətdir ki, ağıllı ev layihələrində ssenarilərin hazırlanması. Bizim şirkətimizdə hal-hazırda işlərin icra olunması və görülməsindən bağlı çoxlu mühəndis və proqramçı heyətimiz çalışır. Onlar bütün mənzillərdə, evlərdə altyapı cihazlarının quraşdırılması, proqramlaşdırılmasını həyata keçirirlər. Biz bu günlərim Azərbaycanın lider şirkətiyik bu sahədə. Və uzun müddətli biz bu sahədə araşdırmalar edirik. Bizim çevik bir komandamız var. Ani qərarlar verməyə bacarırlar, inkişaf edirik. Bizim hal-hazırdakı rəqabət bazarımız ümumiyyətlə Azərbaycan bazarından deyil, mən gerçək etsəm sizə. Çünki biz artıq dünyanın qlobal sərgilərində tez-tez iştirak edirik. Amerika, Avropa, Almaniya, Çin kimi şirkətlərdən kontaktda oluruq və istehsal proseslərinin hamısını görüb tanış olduğumuza görə artıq bizim özümüzün bir brend, bir marka yaratmaq kimi hədəfimiz var. Ki, bu da olacaq. Biz buna inanırıq. Deyərdim ki, hər şey insanın niyyətlərinə bağlıdır. İnsanın niyyətləri bilirsiniz necədir? Bu, biz bilirsiniz, kəndlərdə bu alma yığılır. Almanı yığandan sonra onu çardağda otun üstə qoyulur. Otun üstə o almalar qış boyu qalır orada. Və o almalardan birini çürük tutanda, o başlayır bütün almalara onun yansımasını verməyə. Bütün elbette meyvələr çürüməyə başlayır. Bax, bizim niyyətlərimiz də, bizim aldığımız hədəflər də, yollar da belədir. Biz içimizdəki niyyətlərimizi, ruhumuzu sağlam tutmalıyıq ki, istədiyimiz hədəflərə çata bilir. Dünyadakı uğurlu insanlara baxın. Yəni, onlar hamısı çalışmış, vuruşmuş, çətinliklərdən keçmiş. Hər kəsin həyatında bu kimi proseslər olmalıdır. Və əslində baxanda bizi xoşbəxt edən şey də əslində budur. Yəni, savaşımız, verdiyimiz mücadilədir. Mücadilən varsa sən xoşbəxtsin. Bu günlərim Tanrı sənə hər şey verib, inan ki deyirəm. O qədər gözəl şeylər var ki, həyatda yaşayası, başa düşəsi, anlayası. Yəni, tək lazım olan şey həyata gözəl baxmağa bacarmaq lazımdır. Bir işdə əgər uğur əldə etməlisənsə, istəyirsənsə, mücadilən olmalıdır. Fərqi yoxdur, sən hansı işdə çalışırsan. Rəssam ola bilərsən, satıcı ola bilərsən, proqramçı ola bilərsən. Dünyada milyardlarla insan var, hər kəs eyni işlə məşğul deyil ki. Sən öz işini sevməlisən, istəməlisən. O işdən qidalanmalısan, o sənin ruhunda olmalıdır. O sənin cazibə qüvvən olmalıdır ki, sən ondan hərəkət edə biləsən. Yəni. Onun zaman siz uğurlu olacaqsınız. Hansı işi görməyinizdən asılı olmayaraq, hansı yerdə olmağınızdan asılı olmayaraq siz uğurlu olacaqsınız. Və cəsarətli olmaq lazımdır, cömərd olmağı bacarmaq lazımdır, yəni təşəkkür eləməyi bacarmaq lazımdır, öyrənməyə açıq olmaq lazımdır, xoşgönüllü olmağı bacarmaq lazımdır ki, bu kimi şeylər bizim həyatımızda bizi daha da çiçəkləndirsin. Hiçbirdən biri alınmayıb. Həqiqətən alınmayıb, yəni.
Birinci işə başladığımız zamanlarda biz məsəl üçün keçid elədik. İlk dəfə ağıllı ev sistemlərini tətbiq edəndə, qeyb tanış olub gələndə hər şey əla gəlirdi. Beynimdə çoxlu yaxşı şeylər qurmuşdum ki, əla olacaq, qısa zamanda yaxşı satışlar edəcəm, yaxşı müştərilər əldə edəcəm, amma elə olmadı yəni. Demək olar ki, tam əksi oldu yəni. Demək olar ki, birinci 3 il müddətdə 1, 2, 3 dənə müştəri gəldi. Sən indi 3 dənə müştəridən komanda yetişdirməlisən, şirkəti saxlamalısan, brend yaratmalısan, marka formalaşdırmalısan. Hətta belə deyim də, yəni biz hardasa özümüzdə bir inanırdıq ki, bəlkə harasa bir bukletimizi qoysaq, oradan bir müştəri götürüb bizə zəng edər yəni. Bütün yolları denirdik satış eləmək üçün. Bu günlərim satış eləməyə bacaran adam müqəddəs adamdır. Zaten həyatda hər kəs satır. Biri təhsilini satır, biri əlinin əməyini satır, biri beyninin məhsulunu satır. Bu həyatda hər kəs satır, satmayan adam yoxdur yəni. İnsan başa düşsə ki, ümumiyyətlə bütün yaradılış satışdan ibarətdir yəni. Hər kəs bir-birinə nəyisə satır yəni. Amma birinci illərdə bizdə belə olmadı. Yəni mən hiss elədim ki, bu işə yol qoymaq lazımdır, can qoymaq lazımdır, bu işə qol qoymaq lazımdır. Amma çıxdığımız ilk illərdə demək olar ki, elə olmadı. Çox böyük bir məyusluğa uğradıq yəni. Çünki mən düşünürdüm ki, tutaq ki, bir ilə 50 dənə satış edərəm, bir ilə mən bir dənə satış edərdim yəni. Yəni bu özü böyük bir məyusluqdur yəni. Yəni amma sən yəni dediyim kimi dəfələrlə olurdu ki, yəni mən evə gedirdim, yorğun olurdum, fikirləşirdim, bütün yolları deniyirdim, alınmırdı yəni. Satış getmirdi, insanlar inanmırdı. Adam, məsəl üçün bir müştəri gəlib, o ki, haradasa 30% inanırsa, məndə ümid yaranırdı ki, 50%, adam səhər zəng edirdi ki, yox da mən istəmirəm, xoşum gəlmədi yəni. Amma hamının zəmandan bəri çox şey dəyişdi. İnsanlar səyahət etməyə başladılar, başqa ölkələrə getməyə başladılar, onlar sərgilərdə iştirak edirlər və gələndən sonra görürlər ki, belə bir texnologiya var, vav, mən də belə bir şey istəyirəm yəni. Yəni kiçik-kiçik addımlar böyük nəticələrə gətirib çıxardı yəni. Əslində okeana çıxmışdıq, amma gəminin bizim okeanda deyir ki, qayanı çıxardar, sahillərini çıxardar, bundan əmin deyildik. Sadəcə o yelkənimizi tutub gedirdik yəni. Bu günlərin biz Azərbaycan bazarında çox yaxşı işlər görürük, müştərilər qazanmağa davam edirik. Mən bu günlərin bizi seçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bizi seçmişsiniz. Çox sağ olun ki, bizə inanmısınız. Və bunlar bizə ilham verir ki, biz daha da inkişaf edək, daha da progressiv addımlar ataq və daha yaxşı nəticələr əldə edək. Sizin layihəniz çox gözəldir. İnsanlar inansalar da, inanmasalar da siz öz işinizi görürsünüz. Çalışırsınız ki, həyatda əziyyət çəkmiş, zəhmətkeş, uğurlu insanların həyatından kiminsə həyatında bir işıq rolu oynayasınız, işıq gətirəsiniz. Mən əminəm ki, bunu zaten bacarırsınız. Sizə işlərinizdə uğurlar arzulayıram. Cavidan, sənə şəxsən. Sənin özün də bir uğur hekayəsi var. Sən özün də bir uğurlu bir adamsan. Bu günlərin bu kanalı yaratmağın, bu insanları bu işə cəlb eləməyin, həyatda heç nə elə belə baş vermir. Hər kəsin, hər şeyin arxasında böyük bir zəhmət dayanır, yəni əziyyət dayanır. Ümid edirəm ki, bir gün sənin özünün də bu insanları necə cəlb elədiyin haqqında insanlara danışacaqsan, onlar üçün maraqlı olacaq yəni. Uğurlar arzulayıram. Mən çox sevinirəm ki, ölkəmizdə belə gənclər, insanlar var və onların sayı çox olsun ki, bu da bizim yaxşı olmağımız demək, nəticə itibarilə. Hekayə Qutusu kanalında da uğurlar arzulayıram. O gün olsun, qlobal olsun, layihəsi genişlənsin və insanların həyatında bir çıraq rolunu oynasın.